Salam. Bugün sizlə beraber çok sadə ama bir o kadar da maraqlı bir mövzuya nəzər yetirəcəyik. 0,9'un 1'ə bərabər olduğunu 3 fərqli üsulla ispat edəcəyik. Bu üsullar əsasən sadədən biraz daha mürəkkəbə doğru olacaq. İlk isbatımız belədir. Yazarıq 1 bölü 3 bərabərdir. 1 bölü 3'ün biz bilirik ki 0,4'ə 3'ə bərabərdir. Hər iki tərəfi 3'ə vursaq 3 vuraq 1 bölü 3 bərabərdir 0,4'ə 3 vurulsun 3. Buradan 3'lər ixtisar gedər. 1 bərabərdir 0,4'ə 9 alarıq. Bu ən sadəsi idi. İndi tənlik yolu ilə ispat verəcəyik. Tənlik yolu ilə belə yazacaq. X bərabərdir 0,4'ə 9 deyək. Bundan sonra hər iki tərəfi 10'a vuraq. 10x bərabərdir 9,4'ə 9 alarıq. Buradan 10x çıxılsın x bərabərdir 9,4'ə 9 çıxılsın. X'imiz 0,4'ə 9'a bərabər olduğundan yerinə yazarıq. 0,4'ə 9. Buradan da 9x bərabərdir 9. X də bərabərdir 1 alarıq. Bu da ikinci isbatımız idi. İndi üçüncü isbatımızı verəcəyik. Hansı ki limitə keçərək ispat verəcəyik. Deyək ki 0,4'ə 9 ədədi bizə verilmişdir. Əgər bunun limitini belə yazsaq, limit n sonsuzluğa yaxınlaşarkən 0 n qədər 9 n qədər 9. Bundan sonra bunu belə də yaza bilərik. Limit n sonsuzluğa yaxınlaşarkən bərabərdir 1 bərabər deyilir əslində. Burada limit içərisində 9 bölü 10 plus 9 bölü 100 plus 9 bölü 1000 və s. belə gedər. Bunu da sonsuz cəm kimi əgər yazsaq, limit n sonsuzluğa gedərkən sonsuz cəmimizi yazaq. K deyək, K bərabərdir 1-dən n-ə qədər. Hansı ki 9 bölü 10 üstü K kimi yazarıq. Buradan da bərabərdir limit n sonsuzluğa gedərkən 1 çıxar 1 bölü 10 üstü n alarıq. Buradan da limitin xassələrini istifadə edərik. Hansı ki iki fərqin limiti onların ayrı-ayrılıqda limitləri fərqinə bərabərdir. Yəni limit n sonsuzluğa yaxınlaşarkən 1 çıxılsın. Limit n sonsuzluğa yaxınlaşarkən 1 bölü 10 üstü n olar. Buradan isə birin, yəni sabit birin limiti 1'ə bərabər olar. N sonsuzluğa getdikdə 10 üstü n sonsuzluğa yaxınlaşdıqdan 1 bölü sonsuzluq bizə 0 verər. Buradan isə ispat edilmiş olaraq ki 0,4'ə 9 1'ə bərabərdir. Əgər riyaziyyat